Astrologiyanı elm niyə qəbul etmir? Barmaq iziniz necə sizə özəldirsə, xəritəniz də sizə özəldir. Amma fərqində olmadığımız bir şeyin nə demək olduğunu həyatımızda anlaya bilmərik. Amma çox insanı yüksələnini bilmir. Xəritə sizə vəd etdiyindən çox daha artığını verməyə başlayır. Yəni xəritənin üstünə çıxırsınız. Əgər mənim bütün xasiyyətim ulduzlardan asılıdırsa, onda mənim məsuliyyətim hardadır? Xəritə bir bütündür, bütünə baxaraq analiz edilir. Hər kəsə salamlar, ekrana yaxın əyləşin, çünki astrologiya ilə bağlı olan bütün suallarınızı cavablandırmaq üçün gəlmişik. İlk əvvəl Məryəmə xoş gəldin deyirəm. Xoş gəldin. Məryəmlə artıq ikinci videomuzdur və bu video üçün ilk əvvəl demək istəyirəm ki, üzürlü sayın arxadakı səsə görə. Çünki neçənci dəfədir təkrar video çəkmək istəyirik. Hər dəfə sizdə problem çıxır, amma bu dəfə ümid edirik ki, son olacaq. Məryəm bugün sizin iç səsiniz olacaq və sizdən gələn sualları mənə yönləndirəcəm, mən də cavablandırmağa çalışacağam əlimdən gəldiyi qədər. Astrologiyanı elm niyə qəbul etmir? Bunun əslində çox sadə bir cavabı var. Elm təkrar sınaqdan keçirilib, eyni nəticə alınarsa, yəni sübut olunarsa, onu elm kimi qəbul edirik biz. Hər hansısa bir mövzu üçün keçərlidir. Astrologiyada isə insanlar eyni bürc olsa belə fərqli nəticələrə gəlib çıxdığına görə elm kimi qəbul etmək mümkün deyil. Lakin son zamanlarda astrologiyanı psixoloji olaraq insanlara təsirini nəzərə alaraqdan deyə bilərik ki, insana təsiri yüksəkdir. Yəni birbaşa təsir edir. Amma elm kimi qəbul etməyimiz hələ ki mümkün görünmür. Əgər astrologiya həqiqətən doğrudursa, niyə bəzi insanlar heç uyğun gəlmirlər bir-birlərinə? Məsələn, iki dost tutaq ki, hər ikisi də əkizlər bürcüdür, amma bir-birlərindən fərqlidirlər. Yəni nəyə görə? İndi bir dairə düşünün. Bu dairənin içərisində 12 dənə ev var. Bu 12 dənə evin hər birisi bir bürcündür. Amma birinci bürc Qoç bürcüdürsə, hər kəsdə birinci evə Qoç bürcü düşmür. Yəni bu dəyişə bilir. Ehtimallar əsasında dəyişir. 9 planet, eyni zamanda asteroidlər daxil dairənin yuxarısına, tamamilə aşağısına, sağına, soluna və yaxud da dairə boyunca yayıla bilər. Amma bütün bunları nəzərə aldıqda bir insan deyək ki, ikimiz də Qoç bürcüyük, amma mənim birinci evimdə boğa ola bilər, sənininkində əkizlər ola bilər. Ona görə artıq tamamilə xarakter dəyişir, görünüş dəyişir, hər şey, seçimlərimiz dəyişməyə başlayır. Yəni deyə bilmərik ki, iki nəfər eyni bürcdürsə ki, iki nəfər deyə nəzərdə tutmayın. 12 dənə bürc var və milyonlarla insanlar varsa, bunların hər birisi mütləq eyni olacaq deyə bir şey yoxdur. O xəritə sizin barmaq iziniz kimi. Yəni barmaq iziniz necə sizə özəldirsə, xəritəniz də sizə özəldir. Yəni ki, insanlar əsasən məsələn mən ikizlərəm, belə olmalıyam deyə geniş pəncərədən baxırlar, amma əslində orada çox detallar var. Bəli, yəni xəritədə sadəcə bir şeyə görə analiz edilməz. Xəritə bir bütündür, bütünə baxaraq analiz edilir. Və digər bir sual, öz bürcümüzü, yüksələnimizi, astroloji xəritəmizi bilmək vacibdirmi ya da nəyə görə vacibdir? Vacibdir, çünki birincisi həyatınız boyunca günəşinizi parlatmalısınız. Amma yüksələninizi də bilməlisiniz ki, ona əsasən parlada biləsiniz. Nə deməkdir? Məryəm baxışlarından başa düşülmədiyini anladım. Günəş bürcü, günəş parlamaq deməkdir. Sizi parladan şey günəşin xüsusiyyətlərini daşımağınızdır. Bir dənə, məncə günəş bürcünün nə olduğunu da bir dənə deyək. Günəş bürcümüz bizim doğulduğumuz günün bürcüdür. Günəş bürcünüz önəmlidir. Günəşi parlatmaq üçün önəmlidir. Amma 30 yaşımıza qədər günəşimiz 30 yaşdan sonra yüksələnin xüsusiyyətlərini daşıyırıq deyirik biz. Yəni döngülərə əsasən deyirik. Bunu ikinci videoda izah edəcəm. Yüksələn xaricdən biz necə görünürük? Günəş daxildə necəyik? Və insanlar daxildə necə olduğunu çox gec anlayırlar. Onsuz da gec kəşf edirlər, fərqində olurlar. Ona görə deyirəm ki, günəşi ilk parlatmağınız vacibdir. Amma çox insanı yüksələnini bilmir, günəşini. Doğum saatınızı bilməyiniz şərtdir. Çünki doğum saatınız birbaşa yüksələni göstərir. Yəni 5-10 dəqiqə fərqlə belə, bəlkə ola bilər ki, məsələn, Buğa bürcünün 29-28 dərəcələridir artıq. O 5 dəqiqəlik fərqlə ya da 10 dəqiqəlik fərq deyirlər. İnsanlar çox kiçikdir, amma o dəqiqə ərzində izlərə keçə bilər yüksələn. Bu çox önəmlidir, buna fikir versinlər. İndi burada sualların içində görmüşdüm, elə söhbət açılmışkən bunu da verim dedim. Bəzi insanlar yəni doğum saatını bilmirlər. Günü bilirlər, amma saatı bilmirlər. Bəs onu tapmaq mümkündürmü və necə?
Əslində iki dənə yolu var. Birincisi doğum saatınızı bilməniz üçün analarınızdan soruşursunuz. Bu çox Ama bilmirsə, analarınızdan soruşursunuz. O bilmirsə dövlətə müraciət edirsiniz xəstəxanalara. Yox, o da yoxdur deyirsinizsə, ki ən çox bunu deyirlər. Axşam əzanında ya da səhərə yaxın saatları, saat aralığı olaraq belə deyirlər. Deyirlər ki, axşam əzanı var idi. Səs olaraq da onu xatırladıqları üçün. Əzan çalanda gedirsən, güneşə baxırsan və doğum saatını göstərir. Yox. Axşam əzan səsi eşidildiyi üçün deyirlər ki, o vaxtdır. Ya da ki, deyirlər günorta ilə ilkindi vaxt. Alıq olaraq versələr 2-dən 3-ə, 3-dən 5-ə qədər bir zaman dilimi, o zaman astroloqlar gedib bunu rektifikasiya analizi vasitəsilə saatını çıxarda bilərlər. Mənim etdiyim analizlərdə bu var. Doğum saatlarını bilmirlər, 2-3 saat aralığı deyirlər. Hətta 2-3 saat aralığı. Hətta daha çox tapmışdığımız var, 5-6 saat aralığında belə tapmaq mümkündür. Sadəcə asan bir şey deyil. Çünki düşünün ki, 5 dəqiqə, 6 dəqiqə ilə belə bürc dəyişim göstərir. Orada xəritə dediyimiz kimi barmaq izi kimidir. Həyatımız ora yansıyır. Məsələn, bunu edəndə, rektifikasiya analizi edəndə suallar hər zaman eyni olmur. Yəni müxtəlif cür ola bilir. Mədənizdə problem varmı? Heç bununla bağlı bir şey yaşamısınızmı? İkinci sualım deyirəm ki, məsələn, heç qolunuz qırılıbmı? Çox əlaqəsiz sual. Sual verirəm ki, məsələn, heç üzərinizə çaydanla qaynar su tökülübmü? Saatı tapmaq mümkündür. Amma asan deyil təbii ki, bunda bir metodu var, analizi var. Bəli. Əldə edə biləcək. Təbii ki. Bu da maraqlı sual idi. Bununla bağlıdır biraz da. Məsələn, əgər ki insanlar hücrələri eyni olursa, yəni doğum saatları eyni olursa, eyni olurlar, yəni xarakterləri bərabər oxşar olursa, bəs nəyə görə əkizlər tamamilə bir-birlərindən fərqli olurlar? Aha, bir neçə ehtimallar sayım sənə. Deyək ki, əkizlər dünyaya gəlib, onlar arasında dəqiqə fərqi olur onsuz da. Amma bizim unutduğumuz bir hissə var. Birinci sualda hansı ki deyildi, elm qəbul etməmə səbəbi. Çünki təkrar fərqli nəticə gətirir astrologiya. Yəni bir neçə ehtimal üzərinə, statistika üzərinə qurulub xəritələrimiz. Yəni heç kim sabah mənim nəyi seçəcəyimi bilə bilməz. Və iki insan arasında da seçimlər dəyişdiyi üçün, düşüncə dəyişdiyi üçün, hər şey dəyişdiyi üçün orada birbaşa təsir edən nüanslardan biri budur. Sənin seçimlərin sənin həyatına təsir edir. Deyək ki, bir əkizlər balıq bürcüdür, amma son günü son dəqiqələrinə düşür. İkincisi, dünyaya gələndə artıq o düşür qoç bürcünə. Fərqli bürclər. Fərqli bürcülər də ola bilər, təbii ki, dərəcəyə görə dəyişir. Yəni artıq baxır, həmin ruh dünyaya gələndə hansı təkamülü seçib gəlir. Ruhun hansı təkamülü seçib gəlməsi, bu əkizlər olsa da fərqli təkamülləri seçərək gəlir. Və çoxluqla bu belə olur. Yəni bir əkizlə digərinə dəstək olmaq üçün dünyaya gəlir. Bu çox qəşəng sualdır. Over qəşəngdir. Deməli, niyə hamıya eyni bürc proqnozu verilir? Yəni məsələn insanlar bu bürc proqnozlarına baxırlar da həftənin ya da ayın əvvəlində ya da gün əvvəlində harda baxırlarsa artıq. O tələbələrdən biri də məsələn hətta demişdi ki, bürc proqnozuna baxır falan deyə, özü ilə bağlı. Amma məncə günəşinə əsasən baxır. Və deyir ki, məsələn 1 milyon insan hardasa qoç bürcüdürsə, hamısı eyni anda, eyni gündə necə eyni şeyləri yaşaya bilər. Bura qədər danışdığım hər şeyin altından xətt çəkirəm. Çünki bayaq dedim ki, günəşinə baxırlar. Ən böyük yanlış budur. Qoç bürcü belədir deyə baxılır, amma birinci ev əkizlərdir. Tamamilə qoçun, məsələn elə xəritələr görmüşəm ki, o sadəcə günəş olaraq xərçəngdir. Başqa xərçəngin heç bir xüsusiyyətini daşımır bu insan. Yəni yüksələnə baxmalıdır. Məsələn, əslində sadəcə yüksələn də deyil, amma proqnozda baxması lazım olan yüksələndir. Yəni yüksələn birinci eviniz nədirsə, ona baxılmalıdır. Onun bütün il ərzində, ay ərzində, həftə ərzində baxılmasına çox tərəfdar deyiləm əslində. Çünki astrologiyanı sağlam şəkildə istifadə edin. Yəni hər şeyə bu qədər beyniniz ilişib qalmasın. Yəni psixoloq tərəfindən deyirəm bunu ki, bunu bu qədər dərinlə ensəniz, hər şeyin artığı necə ki zərərlidir, bu da onun kimi keçərlidir burada. Amma
astrologiyada ki bu analiz fikir verməyiniz nə üçün daha faydalı olar? Məsələn, bilərsiniz ki, bugün gündəminizdə daha çox geri planda, daha sakit, daxili hüzurunuza daha çox fokuslu olsanız, gününüz daha rahat keçər. Nəinki hər şeyə reaksiya vermək. Bu da ki, məsələn, aylıq və illik proqnozlara baxırsa daha yaxşıdır. Okay. Daha geniş vaxtlara baxmaq lazımdır. Aha, yes. İnsan öz seçimləri ilə taleyini dəyişdirirsə, onda astrologiya nəyə əsaslanır? Seçimlərimiz var, proqnozları izləməyək ya da deyirsən ki, tamamilə proqnoz izləyək və sadəcə orada nə varsa, iradə deyə bir şeyin var olduğunu unudaq və ona bağlı qalaq. Məncə deyir ki, yəni astrologiyada deyə bir şey varsa əgər ki, öz seçimləri taleyini dəyişdirir. Yəni mən öz seçimlərlə taleyimi dəyişə bilirəmsə, astrologiyanın mənim həyatımda nə kimi əhəmiyyəti var? Nəyi seçsəm mənə daha yaxşı təsir edər. Xəritədə ehtimallar var. Amma seçim, iradə insanın özünə bağlıdır. Nə qədər iradəli olub çalışsanız, yəni xəritə var, hətta təzəlikcə gördüyüm xəritə. Bunu da deyim, çox maraqlı olar məncə. Bir dostumla xəritəmi üst-üstə qoydum. Keçmiş yaşamımız deyə bir şeyin var olub olunmağı sizin inancınıza qalır. Əgər varsa deyə düşünərək deyirəm, o xəritələrimizdə bir çox dərəcələrimiz üst-üstə düşür. Bir çox, hətta bir rəfiqəmlə biraz düşür, bir rəfiqəmlə tamamilə düşür üst-üstə. Yəni mən bu insanı ilk dəfə də tanımıram. Bu insanla mən hər zaman qarşılaşmışam. Bütün yaşamlar boyu. Və daha da maraqlısı bilirsiniz nədir? Xəritə krizli bir xəritədir. Böyük kvadrat bucaqları olan bir xəritədir. Mən rəfiqəmin özünə də dedim ki, əgər biz illər əvvəl qarşılaşmasaydıq, zaman başqa bir zaman dilində qarşılaşsaydıq, yəni uşaqlıqdan tanıdığım birisidir, o xəritənin üstəsindən böyük ehtimal gəlməzdi. Çünki elə nöqtələr, yəni bizdən nə tələb edir xəritə? Şəffaflıq tələb edir. Və mən özümü tanıyan bir insan olaraq deyim ki, mən çox rahatlıqla insan həyatıma almaram. Amma bütün bunlara rəğmən həmin insana çox şəffaf bir münasibətim var. O şəffaflıq bütün kvadrat bucaqları, bütün sərt bucaqları, krizləri, dönüşümləri bizim çox rahatlıqla keçməyimizə icazə verir. Yəni iradəniz, cəhdiniz hər şeydir. Günün sonunda yəni disiplinli olmaqla keçər. Yəni psixoloji olaraq üzərinizdə çalışmaq daha sizi ön plana aparar və astroloji xəritələr də sizə dəstək atar. Yəni mən burada bunu gördüm, bu 100% belə olacaq yox. Bunu dönüşdürmək mümkündür. Bu şəkildə yanaşmağınız daha doğrudur. Əgər planetlər təsir edirsə, niyə yalnız doğulduğumuz an vacibdir? Yəni sonrakı hərəkətlər vacib deyil? Xeyr, əslində elə deyil. Hal-hazırda transit xəritələr, yəni anın xəritəsi birbaşa həyatınıza təsir edir. Sadəcə diqqətə almır insanlar bunu. Düşünürlər ki, sadəcə doğum xəritəm var, yetər. Xeyr, doğum xəritəniz var, natal xəritə, ruh xəritələriniz var, drakonik xəritələr, progres xəritələriniz var, irəlilədilmiş xəritələrdir bunlar. Oradakı bir iliniz bir gün kimi hesablanır. Solar xəritəniz var, illik xəritələriniz. Siz sadəcə sadə pəncərədən baxırsınız. Bunun arxa planında çox daha böyük şeylər var və ona görə insanlar astrologiyanı ilk inkar edirlər. Amma içinə gələn hər insan görür ki, əslində bu qədər inkar ediləcək, yəni sadə bir mexanizması yoxdur bunun. Ki, mən də elə oldu. Astrologiyaya inanmıram deyərək içinə girdim. Yəni mənim üçün bir bilgini inkar etməyim üçün ona qarşı bir fikrimin olması lazımdır. Düşündüm ki, inkar edirəmsə əgər, bu qədər sərtəmsə, çünki psixologiya tərəfim var, spiritual koç tərəfim var, amma astrologiya xəritə analizi məntiqsiz gəlirdi. İçinə girib təlim alandan sonra mən astrolog oldum. Daha məntiqli gəldi. Hətta bir dənə bir şey deyim. Məsələn, biz tutulma günündə video çəkirik, tutulma təsiri ilə video çəkirik. Tutulmadayıq. 3-4 gündür ki, tutulma olur. Günəş tutulması və günəş tutulması birbaşa həyatımıza təsir edir. Videolarımızdan da hiss olunur bu. Amma biz hər şeyə rəğm. Mottomuz oldu artıq. Əgər mənim doğum tarixim səhv yazılıbsa, onda bütün xəritəm səhv olur. Doğum tarixiniz səhvdirsə, doğum tarixinizi bilmirsinizsə, xəritəniz doğru çıxmaz.
doğum saatiniz belə önəmlidir, dəqiqə belə önəmlidirsə, düşünün ki, anın xəritəsi çıxarılır. Yəni o gün o yerdə hətta belə bir şey var. Məsələn, zəngin insanların Marsı çox biz deyirik ya yüksək olur ya alçaq olur deyə bir şey var. Yəni türkçəsindən çevirməyim, amma çox zəifdir deyək Mars. Mars nədir? Hərəkət deməkdir. Yəni o zəngin insana çox aktiv hərəkət ehtiyacı yoxdur. Bu da var. Amma məsələn daha biraz daha aşağı təbəqədə olan insanın Marsı daha güclü olur. Çünki o onun içindən çıxsın deyə. Yəni bunu seçib gəlir. Təsadüf deyə bir şey yoxdur. So, mən sizi çox deyirəm. Deməliyim, neysə. Əgər mənim bütün xasiyyətim ulduzlardan asılıdırsa, onda mənim məsuliyyətim hardadır? Yoxdur, bəzi insanların məsuliyyəti yoxdur sizdə. Türkiye'de izleyicilerime sabit ulduzlar birbaşa 290 tane sabit ulduz var ve zaman keçdikcə ki küçük bir zamandan danışmıram, 100 illiklərdən danışıram. Zaman keçdikcə bəzi sabit ulduzlar öz təsirini itirir, bəziləri də həddindən artıq yüksək olmağa başlayır. Və bu sabit ulduzlar birbaşa həyatımıza təsir edir. %99%. Yerdə qalan 1%-i niyə saxlayıram? O 1% bizim iradəmizdir. Bəzi hissələr var ki, orada o ulduz sizdə var, ulduz sadəcə sizi burada sınayır. Nəfsinizə hakim olmağı bacarırsınızmı? Yoxsa yox, heç məsuliyyət yoxdur deyə bir şey yoxdur. Məsuliyyət təbii ki var, amma nəfsinizə hakim ola bilirsiniz. Çox maraqlıdır. İndi buna aid sual var idi, elə onunla burada deyək. Bəs xəritənin üzərinə çıxmaq nədir və onu necə edə bilərik? Birincisi, xəritənin üzərinə çıxmaq nədir, bunu izah edək. Çünki bəzi insanlar bunu bilmirlər. Müəyyən potensial verir xəritə, amma siz çox disiplinlisiniz. O dediyim nəfsinizə hakim olmaqmı, bir çox şeyin üstəsindən o qədər güclü şəkildə gəlmişsiniz ki, xəritə sizə vəd etdiyindən çox daha artığını verməyə başlayır. Yəni xəritənin üstünə çıxırsınız. Potensial olaraq iş mövzunuzu elə bir şəkildə formalaşdırırsınız ki, xaricə getmək sizi daha çox dəstəkləyir, daha ön plana çıxardır, daha güclü edir. Yəni bu üstünə çıxmaq demək budur. Yəni müəyyən bir şey var, potensial var, amma bunun görməyi bacarmaq. Hər insan görəni yox. Bu arada məsələn 10 astroloq onu da xəritəni eyni oxumaz. Bunu məncə başqa sual ki, bunu başqa danışaq. Bunu başqa ikinci videoda bunu danışaq. Çünki bu məncə genişdir biraz. Məncə də. Yəni toxunulmalıdır. Amma yəni bunun da altına xətt çəkirəm ki, yəni biri mənə dedi, digəri demədi, yox. Xəritələrdə fərqli oxuduğumuz üçün üstünə çıxmaq mümkündür. Bir dənə də önəmli sual var. Məncə bunu da bu videoda qeyd edək. Çünki düşünürəm ki, insanların beynində olacaq sualdır. Yəni çox insanın beynində olacaq sualdır. A few moments later. Əgər mən astrologiyaya, bürclərə inanmıramsa, fikir vermirəmsə, onda o mənim həyatıma təsir etməyəcək. Bu doğrudurmu? Edir. Onda inancımızdan asılıdır. Təbii ki, inancımızdan asılıdır. Yüksələn məsələn Əkizlər bürcünün gündəmində xariclə bağlı bir mövzu var. Deyək ki, xaricə getmək, xariclə bağlı, sənədlərlə bağlı bir mövzumuz var deyək. İl ərzində, məsələn, sən də əkizlərsən, mən də əkizlərəm, yüksələn əkizlər olaraq deyirəm. Sən də əkizlər bürcü Normalda olaraq... elə deyiləm. O heç, bayaq qoçuydum məsələn. Sən yüksələn əkizlər olaraq inanırsan deyək. İnanırsan yox, izləyirsən, proqnozları izləyirsən. Diqqətli verirsən ora, astroloji analiz olaraqdan baxırsan ki, aha, mənim sənəd işlərimdə uğurlu nəsə bir şeylər görünür. Sənəd verirsən və işlərini daha rahat alır. Mənsə xəbərim yoxdur, astrologiya izləmirəm, amma xaric mövzum gündəmimdə varmı? Yoxdur deyək. Olmadığı halda mən bunun təsiri olmaz. Çünki mənim belə bir gündəmim yoxdur. Amma necə bir şey ola bilər? Anidən xaricə getmək kimi səyahət edə bilərəm. Bir şey diqqətimizi yönəltsək və ona fərqində olmağa başlasaq, onun həyatımızdakı təsirini görərik. Amma fərqində olmadığımız bir şeyin nə demək olduğunu həyatımızda anlaya bilmərik. Bir də belə bir şeydir. Məsələn, xaricə getmək istəyirik, sən də istəyirsən, mən də istəyirəm və sənin xəritən üçün, tutaq ki, bu il üçün xaricə getmək uğurludur. Və sən bunu bilirsən və düzgün şəkildə idarə edib gedirsən. Amma mənim xəritəm üçün bu il üçün uyğun deyil, tutaq ki, getmək və mən də getməyə çalışıram və bu uğurlu alınmır. Deyirsən ki, xəritə mənə təsir edirmi?
Ha, yəni ki, əgər ki Bilirsən. mən bilsəm ki, mənim Aha. üçün nə vaxt doğrudur, mən də onu xəritəmi doğru şəkildə istifadə edib həmin vaxt eləyərəm. Yəni insanlar məsələn Burada bir yanlış olan şey nədir? Sən deyirsən ki, mənim xəritəm bu il üçün uyğun deyil. Uyğun deyil demək çətin ola bilər deməkdir. Məsələn, xəritə deyir ki, bu il ərzində sərtdir, göstəricilər və sənə çətinlik gətirəcək. Bu demək deyil ki, sən çalışmamalısan. Disiplinli şəkildə bayaq dediyimiz xəritənin üstünə çıxmaq dediyimiz hissə budur. Mən bunu istəyirəm. Yəni insanın seçimindən, istəyindən daha üstün bir şey yoxdur və bu arada ruhunuz nəyi istədiyini çox yaxşı bilir. Yəni nəyi onun üçün doğru olduğunu çox yaxşı bilir. Siz bəlkə A planının üstündə daha çox dayanırsınız, amma B planı sizin üçün daha uyğundur. Burada artıq biraz daha dərinə enəcəm. Emməyim, ən yaxşısı. Video yetər qədər dərin oldu. Okay. Yəni suallarım bitdi mi Məryəm? Əslində bitmədi. Yəni hələ suallar var. Məncə Aha. insanların astrologiyaya bağlı çox suallar var. Aha. Amma düşünürəm ki, bunu ikinci videoda çəksək daha yaxşı olacaq, çünki belə video uzanır. Gördüyünüz kimi bayaqdan videoda izah etdiyim buydu ki, həyatınızda məqsədiniz olsun. Etmək istədiyiniz şeylərin arxasınca gedin. Nə qədər çətinlik olsa da, nə qədər problem olsa da. Yəni məqsədli olduğumuz halda məncə çata bilməyəcəyimiz heç nə yoxdur. Astrologiya xəritələrinə həddindən artıq çox ilişib qalmayın. Psixoloji olaraq sizi yorursa, məncə çox da izləməyin. Həqiqətən hər şeyin normasında çox gözəldir. Mən həm astroloq, həm psixoloq olaraq bunu deyirəm. Çünki xəritədə bəzən bəzi şeylər insanı keyfini poza bilir. Bu o demək deyil ki, 100% bunlar yaşanmalıdır, 100% bunlar olacaq. Dəyişə bilərsiniz. Yəni əlinizdədir. Sadəcə dəyişmək üçün o addımı atın, yəni seçiminizi edin. İkinci astrologiya videosu da böyük ehtimal ki, çəkiləcək, belə görürəm. İkinci videoda Məryəmin ofertiklik sanatçılara son sözüm varmı? Suallar göndərsinlər mi sənə yenə? Hə, yenə suallar. Əgər ki istəyirsinizsə videonun altına məncə yazın suallarınızı. Ya da Instagram səhifələrimizi burada qoyacağam. Qoyarıq. Orada mənim səhifəm ingiliscə bağlı. Mənim biraz yazmanız biraz qəribə olar. Mən astrologiya çox da məlumatım yoxdur, amma məncə Nigarə dəhşətlə yönəlirsəniz, mən də gələrəm, birlikdə çəkərik. Bura qədər izlədinizsə, abunə olmağı, bir də desən deyirlər rəy yazmağı, like'lamağı mı yoxsa nəysə, bilmirəm tam olaraq nəysə. Like'lamağı və rəy yazmağı unutmayın. Sağ olun, görüşənədək. Sağ olun. Birinci evdə Buğa bürcü. Birinci ev Qoş qoş. Mən öyrənmişəm artıq. dairə söhbəti ilə. Məndə səs dayandı. Hə, bəlkə necə?